Size psixoterapiya haqqında danışmaq istəyirəm. Çox insan düşünür ki, psixoloji terapiya nəyə lazımdır ki, nəyi həll edir? Ümumiyyətlə, yəni insan özü otursun, öz-özünə məsləhət versin, olacaq terapiya. Niyə görə bu işləmir? Məntiqi verdiyimiz məsləhət ona görə işləmir ki, sən məntiq səviyyəsində nəyisə ölçürsən, biçirsən, vurursan, çıxırsan, nəyisə işləri yoluna qoymaq, həyatını yoluna, düzənə soxmaq və yaxud da nəyisə etsəm alınar, düşünürsən. Amma enerji səviyyəsində baş verir bütün hadisələr. Kimisi bunu negativ enerji ilə həll edir və onun da hesabatı çox ağırdır insanın bütün canından, qanından, həyatından hesabat edir. Yəni kimisi bunu mərtəbə-mərtəbə ağır yolları keçərək həyatının hər yolunda yaşadığı ağrıları, acıları, hesabatları ödəyərək gedir, bu pilləkənlərə qalxır. Bu insanların keçdiyi yol daim onlarda olduğuna görə bütün enerjiləri necə əziyyət çəkirsən də bu etapdan digər etapa qalxmaq üçün. Sən bunu, əziyyətini, hesabatını ödəyirsən və o daim səninlə qalır və daim da artaraq, üstündən gələrək bonuslarla sən həyatına geri qayıdır. Amma sən bunu başqalarının hesabına edəndə, oğurluq enerjisi hesabatına edəndə, oğurlayaraq, məsəl üçün, bir var enerji oğurluyursan, kimsə görmürsən nə işlə məşğul olduğunu. Bir də var, sən həqiqi, məntiqli şəkildə oğurluyursan da, hər kəs görür ki, sən oğurluq edirsən, hər hansı bir bankı soyursan, kiməsə kələk gəlirsən. Yəni bu bir var, real həyatda olsun, bir də var, qeyri-real həyatda olsun. Yəni bunlar ikisi də eyni hesabatlardır. Bunu unutmayaq. Bəzən insanlar terapiyaya gələrkən psixoloqa aid olan resursları oğurlayaraq bir şeylər əldə edirlər, yeni həyat şəraiti. Hansı ki, onlar özləri, öz hesabatlarına, öz yoluna görə keçə bilərlər bu həyatı. Amma bir müddətdən sonra əldə etdikləri hər hansı bir uğur yox olanda düşünürlər ki, nə oldu? Yəni seansa gedəndə alınırdı, indi alınmır. Çünki sən psixoloqun və yaxud da digər şəxslərlə, koçdur, digər insanlarla ünsiyyətə girən zaman bu problem həll olunurdu. Oğurluq enerjisindən girdiyin üçün. Sən öz resurslarında, özünə aid resurslarda, özünə aid olan hadisələrin gedişatında yolu keçmək istəmədiyindən görə, hazıra nazir olduğun üçün sən başqasını uğurlamaqla məşğul olursan. Ona görə də bir müddətdən sonra sənin əlindən uçur, gedir. Psixoterapiyada əsasən nəyə öyrədilir? Yəni insanın özünün fərqinə varsın resurslarından, həyatının gedişatına. Başqası, məsəl üçün, mən filan kəs falan işə girdim, mən də mütləq filan kursa gedib